Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq edib. Ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-nədək davam edəcək. Dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin baş vermə ehtimalını əhəmiyyətli dərəcədə artırır. Bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələri gətirib çıxarır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xüsusilə Respublika əhəmiyyətli avtomobil yollarında sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, ötmə, manevr etmə, dayanma, durma, parklama zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.